İndi hal-hazırda gözümüzün altını, limfalarını. Kimdəsə görmə qabiliyyəti zəif olanlar bunları eləyə bilərlər, amma ehtiyatla. Mənə sual verirlər ki, burnu əməliyyat olan adamlara da olar mı? Olar. Sadəcə olaraq onlar hökmən məsləhətlə eləsinlər, özləri eləməsinlər. Bu gözün içinə, bu buruna, bu ana. Gün ərzinin əsəbi hara yığılır? Qaşlara. Bunu belə eləyirik. Silkələyirik. Buradan. Başını sen kaldırma. Bizdə 32 nöqtə ilə işləyəndə də başına toçkaları, onda da bizdə bu masaj vacibdir. Başı kaldırma, kaldırma, kaldırma. Sen koy yere, sen koy yere. 1, 2, 3, 4, 5, 6, 7. Çarşalarla işleyen zaman bizde hiçbir rezin bunlar olmur. Saç açı olmalı. İnformasiya düz yayılsın diye. Bir de çarşalarla işleyəndə çalışmaq lazımdır ki, rahat paltar olsun, çok rahat. Yani birazdan biz onu hazırlıq edəcəyik onda. İndi başlayacağıq çarşalarla işləməyə.